Salamlar, hər vaxtınız xeyir olsun dostlar. Mən istəyirəm sizə sevimli şairimiz Alməmməd İskəndərlinin bir şeirini qiraət edim. Apar məni özünlə. Ant verirəm eşqimizə, nə olar? Gedirsənsə, apar məni özünlə. Sənsiz mənə lazım deyil bu dünya. Gedirsənsə, apar məni özünlə. Qoyma yenə səfil kimi dolanım. Gündə 100 yol mən alışım, mən yanım. Yaşamağa qalmayıbdır gümanım. Gedirsənsə, apar məni özünlə. İstəmirəm sənsiz açsın al səhər. Ətir saçsın şehli qönçələr. İnsaflı ol, ay gözəlim bir qədər. Gedirsənsə, apar məni özünlə. Gülməyimin ağlamaqla fərqi yox. Yaxşı, yaman, hər nə olur fərqi yox. Tənhalığın kədəri çox, dərdi çox. Gedirsənsə, apar məni özünlə. Gedirsənsə, apar məni özünlə. Qiraət etdi Nəzakət Mustafa.